Salam əziz izləyicilər, bu günlərin biz bir neçə sözün fərqli nitq hissəsi olduğuna bir aydınlıq gətirəsiyik. Lövhədə qeyd etmişəm. Dönə-dönə, qoşa-qoşa, tikə-tikə sözləri zərf və feil kimi işlənə bilən sözlərdir. Cümlədə bunları fərqləndirəcəyik. Eləcə də dama-dama sözü feil və sifət kimi işlənə bilən sözdür ki, cümlələr əsasında bunların fərqini izah etmiş olasıyıq. Bir neçə cümlə qeyd etmişəm. Yazmışam, maşın tini dönə-dönə siqnal verdi. Baxın, burada dönə-dönə sözü hərəkət bildirir, hərəkətin özüdür. Maşın tini dönür. Dönə-dönənin dönmək hissəsini saxlayıb, ona bir zaman şəkilçisi artırıb cümləni burada tamamlayacağım. Məsələn, maşın tini dönür. İkinci cümlədə isə atam mənə dönə-dönə tapşırdı. Atam mənə dönə-dönə tapşırıq verdi. Mən babama dönə-dönə baş çəkirdim. Bax, burada artıq hərəkət anlayışı yoxdur. Mən deyə bilərəmmi, atam mənə dönür. Mən dönə-dönə babama baş çəkdim. Mən dönür, babama baş çəkdim. Bu şəkildə biz bunu mənalandıra bilmirik. Niyə? Çünki ikinci nümunədə dönə-dönə sözü hərəkətin özü yox, hərəkətin tərzini bildirən zərfdir. Aydındırmı? Nitq hissəsi kimi. Yaxud ikinci, deməli, qoşa-qoşa sözü əsasında cümlələrə biz baxsaq, qonaqlar qoşa-qoşa oturmuşdular. Yaxud məktəbdə şagirdlər qoşa-qoşa otururlar. Yəni, burada qoşa-qoşa hərəkət məzmunu yoxdur burada, cüt-cüt mənasındadır. Amma deyirəm ki, şair özündən söz qoşa-qoşa zümzümə edirdi. Hə, burada da artıq şair özündən söz qoşur. Yaxud əli kişi atı arabaya qoşa-qoşa fit çalırdı. Əli kişi atı arabaya qoşur. Biz qoşmaq hissəsinə zaman şəkilçisi artıra biliriksə, qoşa-qoşa sözü nə olacaq? Olacaq feil. Artıra bilmiriksə, olacaq zərf. Yaxud dönə-dönə sözündə də həmçinin dönmək hissəsinə zaman şəkilçisi artırıb cümləni tamamlaya biliriksə, maşın tini dönür şəklində. Bu zaman dönə-dönə sözü olur feil, yoxsa olacaq zərf. Yaxud tikə-tikə sözünü mən şifahi şəkildə qeyd edim. Məsələn, deyirəm ki, anam paltar tikə-tikə nağıl danışırdı. Anam paltar tikə-tikə nağıl danışırdı. Deyə bilərəmmi, anam paltar tikir. Hərəkət məzmunu varmı? Var. Bir də deyirəm, qəssab Əli əti tikə-tikə doğradı. Deyə bilərəmmi, qəssab Əli əti tikir. Bu nə məzmundur? Tamamilə uyğunsuz bir fikir alınır. Deməli, tikir formasına sala biləndə paltarı tikir. Tikə-tikə sözü o zaman olur feil, zaman şəkilçisi artıra bilmirəmsə, o zaman, yəni biz bunu anlayaq deyənə görə zaman deyirik. O zaman olacaq zərf. Dama-dama sözünə baxsaq, atalar sözü var, deyib dama-dama göl olar. Yəni, yağış damır, bax, damır, dammaq feili var. Deyirəm ki, yağış su dama-dama göl olar. Belə bir cümlə işlədirəm. Deyə bilərəmmi, su damır? Bəli, deyə bilirəm. Niyə? Çünki dama-dama sözü hərəkətin özüdür. Amma deyirəm, dama-dama köynəyim var. Hə, artıq burada köynək damır. Bu şəkildə biz bunu mənalandıra bilmirik. Niyə? Çünki dama-dama sözü hərəkətin özü yox, əlamət bildirən nitq hissəsi olan nədir? Sifətdir. Belə, düşünürəm ki, bu dərsimiz nəinki abituriyentlər üçün, eləcə də gündəlik məişətimizdə işlətdiyimiz hər birimiz üçün bu izah faydalı olacaq. Təşəkkür edirəm izlədiyiniz üçün.